Dəyərli abituriyentlər, gəlin funksiyalar mövzusuna 63-cü suala baxaq. Bu həm cəbrə aid sualdır, həm həndəsəyə. Çünki cəbrdə funksiyadır, həndəsədə də bunun trapeziyanın sahəsini tapmalıyıq. Deməli, bizdən OC məsafəsi, daha doğrusu C nöqtəsi 0, 6 nöqtəsi. Yəni, onda OC məsafəsi 6 cm. OC bərabərdir 6. Biz A nöqtəsini tapmaq üçün funksiyada x-in yerinə 0 qoymaq. Çünki bura 0, 6 nöqtəsidir ona görə. Deməli, f0 bərabərdir, olacaq 0-ın kvadratı, üstə gəl 7 vur 0, üstə gəl 8. Yəni, bu 8 olacaq. Yəni, o A məsafəsi də oldu 8 cm. Deməli, trapeziyanın kiçik oturacağı oldu 8, hündürlüyü oldu 6. Baxın, bu h-dır həm də, trapeziyanın hündürlüyüdür. Və biz BC məsafəsini tapmaq üçün isə bu dəfə funksiyada C-nin yerinə, daha doğrusu x-in yerinə 6 qoymalıyım. Çünki C 6 nöqtəsidir, ona görə. Yazıram F6 bərabərdir. Mənfi 6-nın kvadratı, üstə gəl 7 vur 6, üstə gəl 8. Bunu da tapsaq eləyəcək 14. Deməli, bizdə nə oldu? BC məsafəsi də oldu 14. İndi baxın, trapeziyamızın biz böyük oturacağını tapdıq, kiçik oturacağını tapdıq və hündürlüyünü tapdıq. Trapeziyanın sahəsi nədir? S, A, O, C, B bərabərdir. Kiçik oturacaq 8, üstə gəl, böyük oturacaq 14, bölünsün 2, vurulsun, hündürlüyü də 6 idi. Bərabərdir. Toplasaq 22 bölünsün 2, vurulsun 6. İxtisar gedəcək 11. 11 vur 6 bərabərdir 66. Cavab 66 olacaq burada.